Növbəti ziyarət isə Həzrəti İmam Rza əleyhissalamın qədəmləri olan qədəmgah ziyarəti, İmam Rza əleyhissalamın gizli aşiqlərindən olmuş, dostlarından olmuş Xacə Muradın ziyarəti. Burada dəfn olunan şəxs əvvəl Məmunun sarayında xidmət edir. Necə ki, Kərbəlada olanda Hürri Yezid ibn Riyahi əvvəl və İmam Rza əleyhissalamın dövründə Məmunun sarayında xidmət edirdi və ondan sonra İmam Rza əleyhissalama tərəf Məşhəd şəhərinə 5 kilometr qalmış Həzrəti İmam Rza əleyhissalamın ən yaxın dostlarından olan Əbasət ağanın mübarək qəbrinin ziyarəti vardır. İmam Rza əleyhissalam, İmam Cavad əleyhissalam və İmam Əli Nəbi əleyhissalam. 5 dənə imam görür. 10-cu imama qədər görür. Xoşhalıq. Bəs nə üçün İmam Rza əleyhissalam Məşhəd şəhərində dəfn olundu və Əbasət Məşhəd şəhərinin giriş qapısında dəfn olundu?